Həndəsi fiqurlarımızı əl hərəkətlərimizdə göstərək. Görək hələm, perpendikulyar xətt nədir, paralel xətlər nədir, kəsişən xətləri əlinizdə göstərin, bir də simmetriya oxunu. Görək hələm, hansı, necə tutsanız simmetriya olar əllərinizdən. Tutun görüm hələ simmetriya oxu necə olmalıdır? Ay sağ ol. Hər biri ağız-ağıza olmalıdır, deyilmi? Paralel bir-birinin üzərinə gəlməlidir. Belə, təxminən əlimizi belə tutduq, əllər bir-birinə yaxındırsa, deməli bu nədir? Simmetriyadır. Yaxşı. Bəs paralel düz xətləri tutun görüm əlinizin işarəsində. Paralel düz xət. Ay sağ olun. Bəs kəsişən düz xətlər necə olur? Kəsişən düz xətlər. İsa bəy, nə tutmursan? Kəsişən düz xətlər. Ay sağ olun. Bəs perpendikulyar düz xətlər necə olur uşaqlar? Perpendikulyar düz xəttin əmələ gətirdiyi bucaq necə olur ay uşaqlar? Ay, necə bucaq? Ay sağ olun. Deməli, perpendikulyar düz xətlərin əmələ gətirdiyi bucaqlar, düz bucaqlar əmələ gətirir. Başa düşdünüz? Uşaqlar, dairənin neçə simmetriya oxu var? Bəs kvadratın neçə simmetriya oxu var? Yox, 4. Bəs düz bucaqlının? 2. Ay sağ olun. Deməli, niyə? Ona görə ki, düz bucaqlının simmetriya oxları 2 dənədir. Biz onun diagonal götürə bilmərik. Niyə? Çünki bu ağız-ağıza oturmur. Simmetriya oxu hər hansı qatlamanın bir-birinin ağız-ağıza oturmalıdır. Gördünüzmü? Kvadratda 4 simmetriya oxu mən çəkirəm. Amma dairənin sonsuz sayda simmetriya oxu var. Sonsuz sayda çəkə bilərik. Amma düz bucaqlıda biz sonsuz sayda və yaxud da 3 dənə simmetriya oxu çəkə bilmərik. Çünki onun tərəfləri fərqlidir. Uzunluğu uzundur, eni qısa olduğuna görə onları qatlayarkən orada simmetriya əmələ gətirə bilməz. Başa düşdük? Ay, çox sağ olun.